Demək, salam uşaqlar. Bu gün mən sizə mövzu olaraq aqrimenti izah eləmək istəyirəm. Aqriment əslində çox asan mövzudur. Sadəcə dedim, qoy bir məlumatınız olsun topluluğun işləməmişdən əvvəl. Yadda saxlayın ki, mübtəda təkdədirsə, xəbər də təkdə olur. Biz zaten bunu bilirdik. Mübtəda cəmdədirsə, xəbər də cəmdə olur. Tək xəbərlərimiz hansıları idi? Sonu s-lə bitənlər idi. Düzdürmü? Is, was, has, does, goes. Cəm xəbərlər isə sonu e ilə bitən və feil sadə şəkildə olandadır. Məsələn, mən gedirəm, I go, sən gedirsən, you go. Amma he, she, itdən söhbət gedəndə, yəni o, üçüncü şəxsdən, təkdən bildirəndə həmişə feilin sonuna s əlavə edirdik. Gələcək zamanda will be olur. Yazı saxlayın ki, will be həm təkdən işlənə bilir, həm cəmdən. Onun üçün heç bir fərqi yoxdur. Sonra məsələn, burada şəxs əvəzləri var ki, I-da əm işlənir, I həmişə təki bildirir. He, she, itdə iz işlənir. Ümumiyyətlə demişəm ki, əmlə izin yazı saxlayın ki, keçmiş zamanı, baxın, əmin də keçmiş zamanı was'dur, izin də keçmiş zamanı was'dur. Amma arın keçmiş zamanı were-dür. Will be isə bütün şəxslərdə işlənir. Və yadda saxlayın ki, mübtədə əgər sizə mübtədəmiz and-dən işlənibsə, məsələn, Jane and Tom, butter and bread, yəni bunlar iki əşyadan, iki bir şeydən danışırlarsa, yəni xəbərimiz də cəmdə olur. Və xəbər 5 halda təkdə işlənə bilir. Nə zaman? Yazı saxlayın ki, mən sizə demişdim, həmişə cümləmiz ing ilə başlayan feillə olanda, həmişə də bu nümunəni verirdim ki, smoking cigarettes is dangerous for your health. Siqaret çəkmək sizin sağlamlığınıza ziyandır. Orada söhbət siqaretdən yox, siqareti çəkməkdən danışır. Və yaxud da reading books həmişə iz olur xəbəridə. Yəni burada da onu göstərir ki, sizlər məsələn, bax, güllər və ağaclar əkmək mənim hobimdir. Yəni söhbət burada güllər və ağacları əkməkdən gedir də. Və cümlə məslərlə başlayarsa, məsələn, ing ilə başlayarsa, cümlə məslərlə başlayarsa, həmişə yazı saxlayın ki, zirrizlə zira tipli cümlələrdə də zirrizdən sonra tək isim gəlir, ziradan sonra cəm isim gəlir. Amma həmişə birinci gələn ismə baxırıq. Məsələn, çox uşaq burada siz nə çağırır? Məsələn, there is a cat and some dogs in the yard. Deyir, həyətdə bir pişik və bir neçə it var. Uşaqlar deyirlər ki, artıq müəllimə bir neçə heyvan vardı. Ona görə o zira yazmaq lazımdır. Yazı saxlayın ki, zirizlə zirada həmişə gələn birinci isim bizim üçün vacibdir. Yəni, cat, pişik sözü təkdədir deyə mən də təki verəcəm orada. Dördüncüdür ki, riyazi hesablamalarda, məsələn, 5 and 3, 5, deyir ki, 5 və 3, 8-dir. Yəni, bu o qədər də düşmür imtihanda. Bir də həmcins mübtədələr and dırnaq içində verilərsə. Məsələn, Tom və Jerry mənim sevdiyim cizgi filmdir. Burada Tom ayrı, Jerry ayrı multfilm deyil ki, eyni multfilmdir də, yəni bir şeydən danışırıq da. Ona görə dırnaq içində veririk. Sən bilirsən ki, bu multikadıdır da, yəni bunu təkdə verəcəksən xəbəri. Bu ən çox düşən imtahan suallarından biri a number of, the number of ifadəsidir. A number of həmişə İkisi də cəm isimlə işlənir. A number of da, the number of da. Sadəcə a number of-un xəbəri həmişə cəmdə olur, amma the number of-un xəbəri təkdə olur. Nəyə görə? Çünki a number of bir neçə deməkdir uşaqlar. The number of sayı deməkdir. Məsələn, a number of students deyirsinizsə, bir neçə şagirdlər deməkdir. Amma the number of students şagirdlərin sayı deməkdir. Nəysə, bu o qədər də vacib bir şey deyil. Sonra yazı saxlayın ki, məsələn, sözlərin birləşmələrdə əsas tərəf birinci tərəf hesab olunur da. Məsələn, baxın, burada deyir ki, the windows of the house, evin pəncərələri. Siz burada əsas söz window, pəncərəni götürəcəksiniz deyə. Xəbəri də həmişə cəmdə verəcəksiniz. Məsələn, the monument to soldiers, əskərlərə olan abidə və salam sözlərlə birləşmələrdə əsas tərəf birinci tərəfdir. Monument sözü təkdədir deyə abidə sözü. Xəbərimiz ya is, ya was olacaq. Üçüncü, məsələn, the lorry with boxes, qutular olan yük maşını. Yəni, söhbət yenə yük maşınından gedir. Sözün qısası, sözünlə birləşmələrdə əsas tərəf, birinci tərəfdir. Bir də sözünsüz birləşmələr var ki, apostrof s-lə işlənirlər də. Məsələn, aktyorun performansı. Yəni, söhbət burada aktyordan getmir, performansından gedir. Və yaxud da deyirəm ki, teacher's room, müəllimlərin otağı. Yəni, söhbət burada müəllimlərin otağından gedir. Oflu birləşmələr həmişə elə olmur. Məsələn, a lot of da biraz başqa cür. Məsələn, a lot of books bilirsiniz ki, çoxlu kitablar deməkdir. Xəbərini cəmdə verəcəksiniz. A lot of money çoxlu pul deməkdir. Xəbəri təkdə olacaq və salam. Sonra, məsələn, all of the books bütün kitablar deməkdir. Xəbəri cəmdə olacaq. Məsələn, all of the water təkdə olacaq. Çünki bütün su, söhbət sudan gedir. Axı su necə sayılsın? Ona görə is was olacaq. Yəni, mən bu qaydanı atacağım. Sadəcə bir dəfə sizdən oxumağınızı xahiş edirəm. Sonra bu hissəni keçmişdik ki, məsələn, birinci tərəfdə neither, one, each. Bunlar deyəndə xəbər təkdə olur.
Məsələn, törəmələrin xəbəri həmişə təkdə olur. Bu 16 dənə törəmə var. Someone, somebody, something, somewhere, anyone, anybody, anything, anywhere. Bunların törəmələri həmişə təkdə olur. Sonra toplu isimlər var idi. Police, cattle, poultry, gentry. Bunların da xəbəri həmişə cəmdə olur. Bunu yazı saxlayın. Sonra bunlar belə qaydalardır. Sən boss cəmi bildirir və bu qədərdir də. Yəni gəlin bir-iki dənə testinə baxaq bunun. Məsələn, birincidir ki, blue jeans, mavi jeans. Söhbət cinsdən gedir. Cins də həmişə cəmdə olduğuna görə uşaqlar siz də cəmi götürəcəksiniz. Yəni arı, bir də vörü. 3-4. Düzgün cavabım qalacaq B variantı. 2-də deyir my old trousers, mənim köhnə şalvarlarım. Yəni cəmi bildirdiyinə görə 3-4 C variantı doğru cavabdır. Üçüncü sual deyir ki, all the trees in the park. Aha, maraqlı sualdır. Baxın, söz önü var burada. Söz önlü birləşmələrdə əsas tərəf birinci tərəfdir. Demək, ağaclara baxacaqsınız. Parkdan getmirik söhbət. Parkdakı bütün ağaclar təzə əkilib. Ona görə cəm götürəcəksiniz burada. 1-2, yəni B variantı. Baxın, a number of. A number of-un dedim xəbəri həmişə nədə olur? Cəmdə olur. Ona görə has visits çıxıram. 1-2. A number of-un xəbəri həmişə cəmdə olur. Have applied, bir də apply götürəcəm. Çünki hasdir, feilin sonunda s olanda bunlar təkib bildirirlər. C variantı doğru cavabdır. 6-cı sualda yenə söz önlü birləşmələrdə əsas tərəf birinci tərəfdir. Yazı saxlayın ki, poor kasıb deməkdir. Amma the poor kasıblar deməkdir. İsimləşib də o. O da cəmi bildirinə görə 1, 4, bir də 5-i, 1, 4 götürəcəm, bir də 5-i götürəcəm. Bəli, C variantını. Baxın, in our country. Bax, söz önlü birləşmələrdə in var axı burada. İni mən yazıram, siz birdən ini görmərsiniz, qoyun belə edeyim. In varsa, uşaqlar, in varsa söz önlü birləşmələrdə əsas tərəf birinci tərəfdir. Siz də baxırsınız ki, indisə siz burada əsas söz the old-u götürəcəksiniz. The old da qocalar deməkdir. 2-ni götürəcəksiniz, 3-ü götürəcəksiniz, 2, 3, bir də avtomatik olaraq 5-i götürməlisiniz. 8-ci sualda yenə söz önlü birləşmələrdə əsas tərəf birinci tərəfdir. Closest sözü cəmdədir deyə siz də cəmdə olanları, yəni 2, 5, Y variantı doğru cavabdır. Yəni bu formada işləyəcəksiniz. Məsələn, bax dedim ki, törəmələrdə həmişə xəbər təkdə olur. Təkdə olursa don't-u çıxırsınız, like-ı çıxırsınız, likes-la will like-ı götürəcəksiniz. Çünki will like gələcək zaman neytraldır uşaqlar. O həm təklə işlənə bilir, həm də cəmlə işlənir. 1-4 Y variantı. Məsələn, 16-da yenə törəmə var. Törəmələrin xəbəri təkdə olur. Məsələn, S-i götürəcəksiniz, bir də will like, yenə C variantı. This sheep's milk, bu qoyunun südü. Söhbət qoyunun südündən gedir deyə süd də təki bildirdiyinə görə 1, 5, D variantı doğru cavabdır. Bu quzuların yunu. Söhbət yundan gedir uşaqlar. Yun da təki bildirdiyinə görə 3, 4, D variantı doğru cavabdır. 13-cü sualda deyir ki, bu zavodun məhsulları söz önlü birləşmələrdə əsas tərəf birinci tərəfdir. Products, məhsullar sözü cəmdədir deyə 5, 1, 4, 5. B variantı doğru cavabdır. Yəni bu formada işləyəcəksiniz. Çətin heç bir şey yoxdur burada. Məsələn, bayaq dedim ki, zərərdə əsas tərəf yəni birinci gələn sözdür. Və siz burada 6 chairs-ə baxacaqsınız. 6 stul. Baxırsınız, was təki bildirir, is təki bildirir, isn't təki bildirir, wasn't təki bildirir. B variantı doğru cavabdır. Məsələn, 34-cü sualda deyir ki, such clothes, belə paltarlar. Paltarlar sözü cəmdədir deyə is olmaz, doesn't olmaz, çünki doesn't təki bildirir. Cavab qalır 1-3 C variantı. Sonra, gəlin 36-ya baxaq. Məsələn, is təkdədir. Have cəmdədir. Demişdik ki, a number of-un xəbəri cəmdə olur, the number of-un xəbəri təkdə olur. Demək ki, birinci tərəfə the number of verəcəm, ikinci tərəfə a number of. A variantı doğru cavabdır. 37-də yenə have cəmdədir, has təkdədir. Demək, yenə birinci tərəfə a number of, ikinci tərəfə the number of. Y variantı doğru cavabdır. Və yaxud da 21-ci sualda a canteen sözü təkdədir. Ona görə ziriz verəcəm. A bakery, çörəkçi təkdədir. Ziriz verəcəm. My father and mother, mənim atam, anam 2 nəfərdir deyə ar verəcəm. A market təkdədir deyə ziriz verəcəm. Asaddır uşaqlar, işləyə bilərsiniz əslində. Sadəcə biraz düşünmək lazımdır. Onsuz da bu sualların hamısının izahını mən sizə verəcəm. Məsələn, the number of the road accidents, the number of xəbəri təkdə olur deyə has, bir də is verəcəksiniz. 2, 4, B variantı doğru cavabdır.